Siz mənə qəşəng izah elədiniz o ki, hibridin tərkibində nə qədər elektrik var, digərin tərkibində nə qədər kilovatla səhv eləmirəmsə deyirdiniz. Bax onu əgər mümkünsə izah eləyin, bizim izləyicilər üçün də aydın olsun. Başda izah edeyim. Baxın. Deməli, birinci növbədə, əgər ki texnologiyadan çox kənar bir yerdə yaşayırsınızsa, məsələn kənddə, qətiyyətlə uzaq durun tokdan zaddan, onu boş verin. Dizel alın. Benzin ya da dizel. Benzin ya da dizel. Əgər deyirsinizsə ki, mütləq qaydada mən istəyirəm ki, heç olmasa nəyisə müasirlik görüm, onda hibrid. Və hibrid də nətər olmalıdır? Akkumulyator 2 kilovata qədər. Niyə? 2 kilovata qədər. Bəli, çünki biz onu sonradan pis ya da yaxşı dəyişə bilərik. Və onun xərci şiddətli deyil. Böyük deyil. Böyük deyil. Bu bir. İkincisi, əgər doğrudan da bayaq dediyim misalda arqumentlərlə, əsaslarla mənə doğrudan da sərfəlidir ki, elektrik istifadə edeyim. O zaman elektrikə gedə bilərsiniz, amma bir şərtlə.